Salam dostlar. Dördüncü dərsdən davam edirik. Bu dərsdə artıq biz vacib məsələlərə getgilə giriş edirik. Hətta bu giriş elə bir giriş olacaq ki, yenə deyirəm, tam özünüzü hazır saxlayın. Mümkün qədər ən sadə yoldan artıq bu işin arxa fonundan gedəcəyik birbaşa. Artıq üzdən hərəkət edəməyəcəksiniz. Yəni bir növ candle'lar, şamlar filan belə şeylərlə yox, artıq nisbətən birbaşa sizə əsas yola çevirəcəm. Əsas yola çevriləcəyik. Son bir neçə sadə dərs qalıb, onları da bitirib həmin o birbaşa olan yola keçəcəyik. Gələn dərsdən market mexanikası və mikrostruktur. Bu dərsə keçəcəyik, çox vacib dərsdir. Deməli, gəlin indi bu dərsdə nə haqqda öyrənəcəksiniz ondan danışım. Deməli, əmr növləri və icrahat. Yəni burada qazanmaq belə deyim. Siz qrafikin qarşısında oturub mahnı oxuyaraq qazanmırsınız. Belə qrafika baxaraq orada oturursunuz deyə qazanmırsınız. Və yaxud da necə deyim, qrafikin üstə xəttlər çəkib ora-bura oynatmaqla qazanmırsınız. Nə qədər çoxlu şeyi analiz etdiyinizə, nə qədər çox vaxt keçirdiyinizə, bunların heç biri heç kəsə maraqlı deyil. Buna görə heç cür qazana bilməzsiniz. Bunlar ancaq bir növ şey tərəfdir, şovmenlik tərəfidir. Burada əsas qazandıran şey icra eləməkdir, icrahatdır. İcrahat, yəni bir də necə deyim, yəni bir hərəkətdə icra eləməkdir. Marketdə hələ də olmamış bir hərəkəti əvvəlcədən girmək və həmin hərəkətdə iştirak etmək burada qazandırır. Üstü qutardır. Gündə 1 dəqiqə belə həmin icrahatda olub çox qazana bilərsiniz. Məsələn 5 dəqiqədə. Amma yoxsa gündə 10 saat olub da bu çox qazanmaq demək deyil. Gündə 10 saat çox iş görüb bu çox qazanmaq demək deyil. Bunlar yanlış inanclardır. Burada əsas qazandıran şey hansısa bir hərəkətdə həmin hərəkətin bir parçası olmaq, həmin hərəkətdə əvvəlcədən olmamışdan iştirak etməkdir. Bəs tamam, gəlin indi birbaşa baxaq ki, əmr növləri, yəni marketdə icrahata girmək və çıxmaq üçün hansı əmr növlərindən istifadə olunur? Bu arada əmr, yəni order, ingiliscəsi, mən biraz indi burada Azərbaycanca yazmışam hər şeyi, başa düşün deyə. Order, yəni order types və yaxud da əmr növləri belə deyə bilərik. Deməli, orderlar. Birinci başlayaq limit əmrindən. Bu arada bu dərsdə əlavə bir şey haqqında danışacağam. Ejectlər haqqında danışacağam. Əmrlər, sonra hansı datalar istifadə edirlər və s. kimi şeylərə də toxunacağıq. Yəni ona görə dərsin sonuna qədər diqqətlə qulaq asın. Bu arada əvvəlki dərslərə baxdım ki, kifayət qədər çox maraq var. Həqiqətən bu məni həddindən çox motivasiya edir. Hər növbəti dərsləri yüklədikcə daha da çox motivasiya oluram, daha da həvəslə. Yəni həqiqətən bunun üçün çox sağ olun. Deməli, limit əmrindən başlayaq. Limit əmri birinci burada yazılanlar nələrdir? Passiv əmrdir. Yəni limit əmri hələ də icra olunmamış əmrdir. Traderin qoyduğu dəqiq qiymətdə icra olunur. Bax, burada trader yazmışam. Bu eyni zamanda avtomatik sistem də ola bilər. Buna videonun sonunda gələcəyik. İcra oluna da bilər, olunmaya da bilər. İcra olunmamış ləğv oluna da bilər. Bu likvidlikdir. Birinci likvidlik mənasını gəlin anlayaq. Siz bəlkə də əvvəlcədən ICT trader olubsuzsa, sizə görə likvidlik necə öyrədilib? Məsələn, bir dənə təpə varsa, bu təpəyə likvidlik deyilir. Bir dənə şey varsa, çökəklik varsa, yəni low varsa, bura isə bunun da altı, buna likvidlik. Xeyr, likvidlik bu deyil. Likvidlik nədir? Likvidlik hələ də icra olunmamış, amma potensial icra oluna biləcək əmrlərə deyilir. Bu nədir? Yəni belə başa düşün ki, hazırki qiymət buradadır. Bir məhsulun hazırki qiyməti baxın bu hissədədir. Bu civardadır. Bunlar yuxarı qiymətlərdir, bunlar isə aşağı qiymətlərdir. Yuxarı qiymətlərdə bizi nələr gözləyir? Satış limit əmrləri hazırki qiymətdən yuxarıda yerləşir. Yəni satış limit əmrləridir, hansı ki hazırki qiymətdən, yəni hazırki qiymət sabit qalmır ki, daimi dəyişir. Yuxarı aşağı, yuxarı aşağı. Yəni yuxarı qiymətlər var həmişə, bir də aşağı qiymətləri var.
Deyək ki, biz bir dənə A-nı dondurmuşuq marketdə. Həmin o donmuş A-na baxırıq. Həmin donmuş A-da hazırki qiymətdən yuxarıda satış limit əmrləri var. Hazırki qiymətdən aşağıda isə alış limit əmrləri var. Siz deyə bilərsiniz ki, yaxşı, məsələn, satış limit nədir? Satış limit odur ki, satış limit yuxarı qiymətdə mövcuddur. Hazırki qiymət buradadırsa, limit əmri odur ki, satış limit əmri daha baha qiymətdən satmaq üçün şey edibsən, təklif irəli sürübsən. Məsələn, deyək ki, hal-hazırda məhsulun qiyməti burada 5 manatdır. Sən də həmin məhsulu daha baha qiymətdən satmaq istəyirsən, sən bura 7 dollarlıq əmr yazıb yapışdırırsan, satış limit əmri, yəni sell limit. Gəl gözləyirsən ki, qiymət nə vaxtsa bura gələndə sənin bu 7 dollarlıq əmrin eyni zamanda kimsə tərəfindən alınsın. Satış limit odur. Passivcə burada gözləyir. Amma bir məsələ var. Satış limit əmri, yəni bu likvidlik, hələ də icra olunmamış əmr ləğv oluna bilər, yeri dəyişdirilə bilər və yaxud da necə deyim, ümumiyyətlə şey oluna bilər. Yəni qiymət ora çatanda kimsə fikrini dəyişib əmri ləğv eləyə bilər. Bu bir dənə əmr olmur. Minlərlə yuxarıda həmişə əmr gözləyir. Likvidlik hər yerdədir. Yəni hazırki qiymətdən bir damcı, bir tik yuxarıda da likvidlik var. Burada da likvidlik var. Və əsas qiymətə təsir edən likvidliklər elə bunlardır. Əsas qiymətə təsir edən likvidliklər bunlardır. Və market əmrinə çatanda əslində izah eləyəcəm. Və siz sual verə bilərsiniz ki, yaxşı, niyə hazırki mövcud qiymətdən aşağıya satış limit əmri qoya bilmirəm? Məsəl üçün deyirsən ki, hazırdakı qiymət 5 manatdır. Sən istəyirsən ki, əlindəki həmin məhsulu satmaq istəyirsən 2 manatdan. Sən 2 manatdan bura istəyirsən ki, daha ucuz qiymətə əmr qoya da gözləyəsən. Sən ənayisənmi? Sən anayisənmi? Bax, bu sual burada yaranır ki, o mümkün deyil axı. Hazırki qiymətdən ucuz qiymətdə passiv əmr gözləyə bilməz. O zaman nə olacaq? Sən net zərərdə əməliyyat açılacaq. Yəni deyək ki, hazırki burada 5 manatdır. Sən də ki, istəyirsən ki, 2 manatdan oturub gözləyəsən. Sən gözləyə bilməyəcəksən, göydə gedəcək əmrin. Sən ora satış limit əmri atan kimi göydə zərərə düşəcəksən. Yəni birbaşa 3 dollar zərərdə açılacaqsan. Əməliyyatın 3 dollar zərərdə başlayacaq. Və yaxud da əksin deyək. Deyək ki, hazırki qiymət 5 manatdır. Sən deyirsən ki, yox, mən məhsulu 5 manatdan almaq istəmirəm. Mən 7 manatdan almaq istəyirəm. Sən 7 manatdan alış limit əmri atsan, sən orada oturub passiv olmayacaqsan. Sən yerində gedəcək əmr. Əmrin yerində gedəcək. Yəni deyək ki, bir məhsul 5 manatdır, sən deyirsən mən baha almaq istəyirəm. 7 manatlıq əmr atırsan, çünki ənayisən, əmrin naxadi gedəcək. Ona görə də passiv likvidlik yuxarıda ancaq baha qiymətdən satışlar olur, aşağılarda isə həmişə ucuz qiymət sayılan yerlər, yəni hazırki qiymətdən aşağıya da alış limit əmrləri olur. Likvidliyin tam tərifi isə icra olunmağı gözləyən yuxarıdakı və aşağıdakı passiv limit əmrləridir. Bir də stop əmri var. Stop əmrinə də gələcəm. Stop əmri anlayışı tamam fərqlidir. Çünki stop əmri özü də ola bilər, stop limit də ola bilər. Bunu market əmrinə başa düşəndən sonra başa düşəcəksiniz. Yəni bunu belə başa düşdüyümü deyirəm. Keçək stop əmridə. Stop əmri limit əmri kimi yuxarıya və ya aşağıya qoyulur. Gəl mən stopu birinci saxlayım, birinci market əmrini izah edeyim, sonra çünki burada görürsünüz bir cümlə var, market əmrinə çevrilir. Bunu başa düşməkdən ötürü birinci gəlin market əmrini izah edeyim, ondan sonra keçəcəyik stop əmrinə. Market əmri nədir? Dərhal mövcud ən yaxşı qiymət üzrə icra olunur. Yəni artıq necədir? Bayaq necə idi? Limit əmrində kimsə istədiyi kimi, məsələn burada 5 manat olanda 7 manata satış limit əmri qoyub da gözləyə bilər ki, qiymət ora çatsın. Amma market əmrində elə deyil. Market əmrində kimsə artıq baha qiymətdən satış qoyub gözləmir. Hal-hazırda mövcud qiymətdən birbaşa girir. Yəni heç bir şey gözləmədən.
hardasa limit qoyub gözləmədən birbaşa giriş əmri eləyir. Bu market əmri istifadə edənlər əvvəlki dərsdən bildiyiniz kimi, əvvəlki dərsdə haqqında danışmışdım, market takerlər haqqında. Market makerlər limit əmrini kimi başa düşün. Eyni zamanda market maker də market əmrini istifadə edə bilər o öz yerində. Amma ümumi olaraq danışıram burada. Market takerlər isə onlardır ki, birbaşa icra edir. Baxın, bunlar əsas qiymətə hərəkət verənlərdir. Sadəcə passiv limit əmrləri qiymətə hərəkət vermir. Qiyməti əsas hərəkətə gətirən market əmrləridir və bunlar haqqında necə qiymət hərəkət edir, bu haqda növbəti market mexanikası dərsində danışacağam. Yəni konkret yazınıza saxlayın, limit əmri özlüyündə marketi hərəkət etdirmir. Yəni belə başa düşün. Deyək ki, hazırda qiymət 5 manatdır məhsulun qiyməti, yuxarıda passiv satış qiymətləri var. Yəni biri 9 manata satır məhsulu, biri 10 manata satır. Oturub gözləyir ki, nə vaxtsa qiymət qalxacaq və 10 manatdan satacaq. Bəziləri isə aşağıda passiv alış limit əmrləri qoyub, biri 3 manata, biri 2 manata, biri 1 manata gözləyir ki, nə vaxtsa qiymət düşəndə bu qiymətdən ucuz qiymətdən alacaqlar. Yəni bunlar özlüyündə qiyməti hərəkət etdirmirlər. Yəni bunlar burada otursun gözləsin, bunlar otursun burada gözləsin. Qiymət hələ də 5 manat orada duracaq. Market heç yerə hərəkət eləməyəcək. Likvidlik özlüyündə market hərəkət etdirmir. Marketi hərəkət etdirəcək market takerlər, yəni likvidliyi istehlak eləyənlər lazımdır. Market əmri istifadə edənlər, yəni o likvidliyi yeyənlər lazımdır. Likvidlik kim tərəfindən yeyilir bəs? Market əmri istifadə edənlər tərəfindən. Bunlar nədir? Qiymət zəmanətli deyil, silpaj, bu haqda birazdan danışacağım. Silpaj anlayışı nədir? Tez daxil olmaq üçün istifadə edilir. Market əmri necədir? Deyək ki, siz alış əmrini seçirsiniz. Yəni ki, siz gözləmirsiniz ki, qiymət ucuz qiymətə gələndə buy limit əmri ilə alasınız. Siz istəyirsiniz ki, hazırda mütləq alasınız indi. Bu zaman nə olur? Sizin market əmriniz birbaşa gedir, ən ucuz satıcının sell limit əmri ilə toqquşur. Yəni necə? Deyək ki, hazırki qiymət, burada məsəl üçün qiymət bu hissələrdədir. Bir şey var, bir də ki, ask var. Bu ask bit haqqında narahat olmayın, danışacağım. İndi ən təməl izah edirəm. Növbəti dərsdə buna daha dəqiq toxunacağıq. Deyək ki, hazırki qiymət 5 manatdır. Daha rahat başa düşün deyə hazırki qiymət anlayışından istifadə edirəm. Yəni buna çox toxunulmayacaq, yadınızda saxlayın. Ən ucuz yuxarıda satış 6 manatdır, 5-dən sonra 6 gəlir. Bir də burada 4 manata ucuz qiymətdən alış əmri var. Yəni ən baha alıcılar. Yəni hazırki qiyməti belə başa düşün. Əslində hazırki qiymət anlayışı istifadə etmək biraz yanlışdır, amma ki başa düşün deyə istifadə edirəm. Yəni belə başa düşün. Market əmri gələndə, siz buy marketə vuranda, siz gedib də 4 manatdan almırsınız artıq. Sistem sizin əmrinizi avtomatik olaraq yönləndirir. Hazırki qiymətin bir qədər üstü olan 6 manata. Yəni satıcının olduğu yerə. Yəni deyək ki, burada ən ucuz satıcı 5 manatdan hardasa 6 manatdan bir dənə məhsul satır. 4 manatdansa burada biri alır. 4 manatdan bir dənə məhsul almaq istəyir. Amma bu 6 manatdan satmaq istəyir. Siz alış market əmri verəndə, siz də almaq istəyirsiniz. Sizin alış marketiniz gedib də 4 manatdan almaq istəyəndən toqquşmur ki, qılınc-qılınca oynasın. Siz alış market əmri verəndə alandan necə ala bilərsiniz? Bu alır. Yəni demişdik necədir? Hazırki qiymətdən yuxarıda ancaq satışlar var, aşağıda isə ancaq alışlar var. Siz almaq istəyirsiniz. Siz ucuz qiymətdən alandan necə ala bilərsiniz? Naxadid əmr də olmalıdır. Yəni siz bu saatca əməliyyata girməlisiniz. Market əmri onun üçündür ki, hazırda naxadi əməliyyata girəsiniz. Sizin bu zaman alış əmriniz gedir, təbii ki, satıcı ilə toqquşur. Yəni ki, hazırki indidən bir əcə yuxarıda baha qiymətə satan satıcı ilə toqquşur. Ucuz qiymətdən almaq mı istəyirsiniz? O zaman market əmri istifadə edəmirsiniz. Alış limit əmri. Alış limit əmri də orada dola da bilər, dolmaya da bilər. Yəni qiymət qalxa-qalxa gedər, sizin alış limit əmriniz oradaca qalır. Siz qalxışı qaçırarsınız. Ona görə də ki, əməliyyata girəndə market əmrindən istifadə olunur. Market əmrindən girirsiniz ki, artıq əməliyyat, məsəl üçün qiymət deyək ki, qalxır. Siz almaq istəyirsiniz burada, düşünürsünüz ki, qiymət qalxacaq.
Siz burada indiki hazırki qiymət deyək burdadır. Siz bura bu hissədən naxadə ala bilməzsiniz. Gərək bura siz alış limit əmri qoyasınız ki, market ora düşsə burada alınsın, sonra qalxanda getsin, satılsın. Amma siz long əməliyyatına, yəni buy market əmri ilə girəndə bu əmr gedir də satışla toqquşur da olur. Alandan ala bilməzsiniz, yenə deyirəm. Sən də alansan, o da alandı. Ucuz burada hazırki qiymətdən aşağıda alandı. Ona görə sənin alış buy market əmrin gedir ən ucuz satıcıya. Yəni hazırki qiymətin ən üstündəkinə gedir. Bu isə qiyməti hərəkət etdirir və biraz daha qaldırır. Bunlar haqqında narahat olmayın. Kifayət qədər dərs var. Beyninizi yorursa narahat olmayın, başa düşəcəksiniz. Əsas da ki, bu market mexanikası dərsində əmrlər necə birləşir, bunları ətraflı başa düşəcəksiniz. İndi sadəcə ümumi anlayış yaransın, kifayətdir. Deyək ki, bu alış idi də. Satanda isə, məsələn, deyək ki, siz burada satmaq istəyirsiniz də. Short əməliyyatı açanda necədir? Siz baha qiymətdən satırsınız, ucuz qiymətdən alırsınız. Bu zaman qazanmış olursunuz. Bu short əməliyyatıdır. Long əməliyyatında isə siz ucuz əməliyyatdan, yəni ucuz qiymətdən alırsınız, baha qiymətdən satırsınız. Bu zamanda qazanmış olursunuz. Yəni shortda qiymət düşəndə qazanırsınız, longda qiymət qalxanda qazanırsınız. Deyək ki, short əməliyyatı açmaq istəyirsiniz bu qiymətdən, yəni sell market əmrinə girirsiniz. Sell market. Sell market əmrinə girəndə sizin əmriniz. İndi belə düşünün ki, siz sell marketə girəndə artıq sizin əmriniz gedir, hazırki qiymətdən aşağıdakı alıcı ilə toqquşur. Yəni deyək ki, hazırki qiymət burada 5 manatdır. Buradan biraz aşağıdakı qiymət 4 manatdır, burada isə 6 manatdır. Yəni siz satanda artıq hazırki qiymətdən baha qiymətə market əmri ilə sata bilmirsiniz. Çünki siz satıcıya sata bilməzsiniz. Yəni hazırki qiymətdən yuxarıda sadəcə satıcı var. Siz istəyirsiniz əlinizdəki naxadi satasınız, indi satasınız, əməliyyata girəsiniz yəni. Bu zaman sell market əmri istifadə olunur. Siz orada yuxarı qiymətdən satmaqdan ötürü sell market yox, sell limit əmri istifadə etməlisiniz. Sell market əmrindən birbaşa əməliyyata girəndə isə market əmri birbaşa gedir, hazırki qiymətin altında almaq istəyənlə toqquşur. Yəni burada ki 4 manatdan kimsə almaq istəyirdi, sizsə short əməliyyatına, yəni satış market əmrinə girirsiniz. Bu zaman sizin əmriniz gedir almaq istəyənin əmri ilə toqquşur və əməliyyata girmiş olursunuz. Yəni bu qədər sadə. Bu qədər sadə. Mən daha indi vizual başa düşün deyə, yəni belə yaza bilərəm ki, sell market əmri gedir aşağı qiymətdəki buy limit əmrini yeyir. Belə başa düşün. Buy market əmri isə gedir, özündən biraz yuxarıdası sell limit əmrini yeyir. Bax, beləcə market takerlər, yəni ki, aqressiv iştirakçılar deyilir eyni zamanda buna, passiv iştirakçıların limit əmrini, yəni yaratdığı likvidliyi belə yeyir. Likvidlik hər zaman var idi yuxarıda və aşağıda. Yəni ki, yuxarıda satış qiymətləri var, satıcılar var. Yuxarıda limit əmrləri, aşağıda isə limit əmrləri, alıcılar var. Daha ucuz qiymətdən almağa gözləyirlər. Bunlar likvidlik yaradır və bunların likvidlik yaratmağı qiyməti hərəkət etdirmir. Qiyməti hərəkət etdirən market əmrləridir ki, market əmrləri gedir alış market əmri gedir satış limit əmrini doldurur. Diqqətlə qulaq asın, bir yerə qeyd edin. Satış market əmri isə gedir də alış limit əmrini doldurur. Bu isə qiyməti yuxarı və aşağı dartır. Əmrlər dolduqca qiymət növbəti yatır. Əmrlər dolduqca qiymət növbəti yatır. Bunun da haqqda narahat olmayın. Bu dərsdə onu başa düşəcəksiniz. Ətraflı izah edəcəm. İndi bayaq arada saxladığım keçək stop əmrinə. Stop əmri nə üçündür? Limit əmri kimi yuxarıya və aşağıya qoyulur. Yəni necə? Yəni limit əmri kimi stop yuxarı qiymətlərə qoyula bilər və aşağı qiymətlərə qoyula bilər. Stop əmri nə üçündür? Stop əmri bir növ itkiyi dayandırmaq üçündür. Limit əmri
bayaq demişdim, sadəcə qoyur, yəni baha qiymətdən satış limiti qoyursan. Amma ki, stop əmri biraz əksinə fikirləşin. Baha qiymətdən sən alış əmri qoymursan. Baha qiymətdən alış stop əmri qoyulur. Nə üçündür? İndi izah edəcəm. Zərərdən qorunmaq üçün istifadə olunur. Qiymət əmrin olduğu yerə çatanda market əmrinə çevrilir. Market əmrinə çevrilir. Gəlin indi belə rahat dildə izah edeyim. Deyək ki, siz 5 manatdan short əməliyyatına girirsiniz. 5 manat olanda məhsulun qiyməti short əməliyyatına girirsiniz. Düşünürsünüz ki, məhsulun qiyməti 2 manata düşəcək. Siz burada satırsınız. Yəni sell market əmri ilə girirsiniz. Sizin sell market əmriniz gedir qarşı tərəfdə buy limit əmrini doldurur. Siz artıq burada short əməliyyatındasınız. Sizin hədəfiniz haradır? Məhsulun 2 manat olduğu yer. Və siz, amma birdən əksi də ola bilər. Yəni qiymət burada düşmək əvəzinə, yəni siz burada 3 manat qazanmağınız əvəzinə birdən qiymət qalxa gedə bilər. Bu zaman nə olur? Sizin short əməliyyatınız qiymət qalxdıqca zərərə doğru gedəcək. Ona görə də ki, siz özünüzü sığortalamalısınız. Yəni buralara bir stop əmri qoymalısınız ki, əgər ki qiymət, deyək ki, qiymət məsəl üçün 7 manata qalxsa, siz avtomatik itkidə əməliyyatınız bağlansın. Ondan çox itirməyəsiniz. Stop əmri bunun üçündür. Bəs yaxşı, stop əmrinə girəndə necə olur? Yəni hansı əmrdən girirsiniz? Məsəl üçün deyək ki, buradan sell marketə girdiniz. Biraz belə izah edeyim. Qısa yazacağam, başa düşərsiniz yəqin ki. Sell marketə buradan girdiniz. Yəni short əməliyyatına girdiniz. Aşağıya nə qoyursunuz? Yəni bura tipi deyilir, take profit. Tipi yerinə siz tipi qoyduğunuz əmr əslində buy limit əmridir. Buy limit nədir? Qiymət hazırda buradadır. Aşağı qiymət 2 manatdır. Siz 2 manatdan pasiv alış limit əmri qoyursunuz. Yəni tipi budur, alış limit əmri. Daha aşağı qiymətdən alış kimi özünüzü edirsiniz də. Necə deyim? İndən sığortalayırsınız ki, qiymət 2 manata düşsə, mən qazanclı əməliyyatı bağlayayım. Yəni ki, buradan satdım, aşağıdan aldım. Buy limitindən aşağıdan qayıdıb alırsınız. Yəni ki, bütün shorta girilən əməliyyatlar bir yerdə bağlanmalıdır. Bütün longa girilən əməliyyatlar da bir yerdə satılmalıdır. Yəni bütün alış əmrləri də hardasa satılacaq, bütün satış əmrləri də hardasa yenidən alınacaq. Yəni siz buradan satdınızsa, qiymət bura düşəndə yenidən alacaqsınız. Bəs yaxşı, buy stop nədir? Bura qoyduq ki, aşağıya siz buy limit qoyursunuz. Short əməliyyatında buy limit qoyursunuz. Yuxarıya isə siz buy stop əmri qoyursunuz. Buy stop. Yəni siz burada satış edirsiniz ucuz qiymətdən, 5 manatdan satırsınız, qayıdıb gedib 7 manatdan alırsınız. Bu zaman 2 manat zərərə düşürsünüz həmin bir dənə məhsulda. Yəni 5 manata satıb qayıdıb gedib 7 manat alsanız, 2 manat net zərərdə olmuş olursunuz. Bu buy stop da ondan ötürüdür ki, baha qiymətə sanki bir növ sığortalayıcı bir şey qoyursunuz. Məgər ki, məhsulun qiyməti deyək ki, və yaxud da əssetin qiyməti qalxsa, bu 7 manata çatanda avtomatik market əmrinə çevrilir. Yəni necə? Buradan 5 manatdan satmışdınız, 7 manat olan kimi sizin short pozisiyanız avtomatik bağlamağından ötürü stop əmrinə çatan kimi, yəni bu stop əmrinə çatan kimi, alış stopuna çatan kimi əmr, yəni limit əmri kimi icra olunmur. Birbaşa market əmri kimi. Yəni market buy. Market buy. Beləcə əməliyyat bağlanmış olur. Lap o buy marketi ora siz necə deyim, qoymasanız belə, yəni buy stop əmrini ora qoymasanız belə, eyni zamanda siz istənilən vaxt, məsəl üçün deyək ki, TradingView'da indi belə bir şey göstərim. Məsəl üçün deyək ki, siz short əməliyyatına girdiniz. Short əməliyyatını əllə bağlamaq əvəzinə eyni zamanda siz əksinə bir dənə alış əmri də eyni ölçüdə alış əməliyyatda girsəniz, həmin əməliyyat bağlanacaq.
Yəni 2 dənə əməliyyatda eyni zamanda açıq qalmaq olmur. Yəni siz həm burada satışdasınız deyək ki, short əməliyyatında. Siz qayıdıb da alış düyməsini basanda buy market həmin əməliyyat bağlanacaq. Yəni ki, bura qiymət çatanda da yuxarıda zərərdə olduğunuz anda buy market əmri avtomatikləşir sanki burada. Yəni buy stop bir növ həmin nöqtəyə çatanda buy market əmrinə çevrilir. Yəni aqressiv əmrə çevrilir. Limit əmri kimi likvidlik yaratmır sizin buradakı stop əmriniz. Likvidliyi yaradan buy limit əmridir. Əslində stop əmri də belə şeydir, likvidlik sayılır. Bəli, stop da likvidlik sayılır. Amma yəni limit kimi likvidlik deyil. Belə passiv bir market əmri kimi likvidlik başa düşün. Və bu alış marketə çevrilərək, dedim, qiymət qalıqdı biraz. Sizin buradakı stop loss əmriniz, yəni buy stop əmriniz həmin yerə çatanda alış marketə çevrilir. Alış marketdə bayaq izah eləmişdim, nə olur? Buy market, yəni alış market əmri gedir də sell limit əmri ilə toqquşur. Yəni alış market əmri də qayıdıb gedib də yenidən bir likvidlik istehlak eləməlidir. Yəni satış limit əmrini. Yəni sizin konkret buradakı məsələn 7 manat qiymətindəki stop lossunuz gedəcək onun üstündəki 8 manatdan satış limit əmrini alacaq. Beləcə ümumi net zərərdə olacaqsınız bu əməliyyatda. Yəni market əmri, deyirəm ki, qarışıqlıq düşmədi, başa düşdünüz bir qədər nə demək istədiyimi, mümkün qədər ən sadə dildə izah elədim. Yəni konkret long əməliyyatı üstündə də bir dənə danışım, long əməliyyatı üstündə də deməli. Long əməliyyatında necədir? Deyək ki, siz 5 manat olan yerdə aldınız, burada aldınız. İstəyirsiniz ki, 5 manatdan alasınız, məsələn 8 manat olan yerdə satasınız. Məsələn, qiymət qalıqsa 8 manat olan yerə siz burada satacaqsınız və 3 manat qazanclı olacaqsınız. Amma siz özünüzü sığortalamalısınız. Bəlkə qiymət düşdü, qalxmadı. Bu zaman nə olacaq? Məsəl üçün deyək ki, qiymətin 2 manat olan yerinə də özünüzü sığortalayırsınız, bura stop qoyursunuz. Burada nə idi? Buy market əmrinə deyək ki, girdiniz, əməliyyatınız getdi buy market əmri, sell limit əmri ilə. Yəni biraz da özündən yuxarıdakı satış limit əmri ilə toqquşdu. Siz hazırda long əməliyyatındasınız. Bayaq dediyim kimi, buy market əmri gedir də özündən biraz yuxarıdakı satışla birləşir. Alışla alış birləşə bilməz. Aşağıdakı alışlar aşağıdadır. Sizin alış market əmriniz biraz yuxarı qiymətdəki likvidliyi yeyir. Satış likvidliyini yeyir. Aşağıya nə qoyursunuz siz? Yuxarıya nə qoyursunuz? Siz burada hansısa bir sell limiti yeyirsiniz. Alış market əmri ilə. Amma yenə özünüz də bir sell limit qoyursunuz ki, hardasa qrafik, məsəl üçün qiymət buralara çatanda 8 manatdan avtomatik satılsın. Yəni qiymət hal-hazırda 5 manatdadırsa, 8 manat nə sayılır? Hazırki qiymətdən yuxarı qiymət. Hazırki qiymətdən yuxarı qiymətdə isə əməliyyat əmri qoymaq satış limit əmri sayılır. Yəni sell limit. Siz hazırda burada alıbsınızsa, yuxarıdan bir satış limit əmri qoyursunuz ki, yəni bu limitə, yəni bu qiymətə gələndə satılsın. Amma eyni zamanda həm də bu arada onu deyim ki, bu satış limit əmri də, yəni take profit və stop loss həmin yerə çatanda limit əmri kimi yox, əslində birbaşa market əmrinə çevrilərək icra olunur ki, siz garanti həmin yerdə əməliyyat bağlansın. Silipaj haqqında da danışaram birazdan. Və 2 manat olan yerə isə satış stop sayılır. Sell stop. Sell stop nədir? Yəni ki, 5 manatdan almışdınız siz, long əməliyyatındaydınız. Əgər ki, qiymət 2 manata satsa, sizin satış stop əmriniz avtomatikləşəcək. Yəni, buradan almış olduğunuz şey burada avtomatik satılacaq. Sell stop. Yəni 5 manatdan alıb 2 manata satsanız 3 manat zərərdə olacaqsınız. 5 manatdan alıb 8 manata satsanız 3 manat xeyirdə olacaqsınız. Yəni ki, bu sell stop bir növ bunu trigger eləyir, aktivləşdirir. Bu zaman nə olur? Məsəl üçün siz long əməliyyatındasınızsa, deyək ki, buy market əmri ilə longa giribsiniz, long əməliyyatındasınız.
Siz əgər ki, sell market əmrini vursanız, həmin əməliyyat bağlanacaq. Eyni zamanda da qiymət zərərə gedəndə 2 manata çatanda bu sell stop əmri avtomatik sell market əmrinə çevrilir. Sell market əmrinə çevrilir, yəni ki, daha ucuz qiymətdən qayıdıb alır ki, əməliyyatın bağlansın. Yəni daha doğrusu daha ucuz qiymətdən satır. Baha aldın, daha ucuz qiymətdən satdın ki, əməliyyat bağlansın. Short əməliyyatında ucuz satdın, qiymət qalıqdı, daha baha qiymətdən aldın ki, əməliyyat bağlansın. İki halda zərərə düşdün. Hansı halda xeyrə düşürsən? Baha qiymətdən sell market əmri ilə satsan, ucuz qiymətdən buy limit əmri ilə alsan, xeyirdə olursan. Və yaxud da ucuz qiymətdən 5 manatdan alsan, baha qiymətdə sell limit əmri yerləşdirib burada satsan, bu zaman xeyirdə olursan. Yəni ümumi olaraq yəni ki, bu limit əmrləri və market əmrləri haqqında bu qədər. Və bir də bu stop, sell stop, buy stop bunlardan əlavə, yəni sell stop long əməliyyatında aşağı yerlərə qoyulur, buy stop isə short əməliyyatında yuxarı yerlərə qoyulur. Məsəl üçün baxaq ki, hazırda burada necədir? Qiymət görürsüz ki, burdadır da. Məsəl üçün deyək ki, siz belə bir short əməliyyatına məsələn girdiniz. Görürsüz, məsələn bura yuxarı qiymətə stop qoyulur, aşağı qiymət isə take profit sayılır. Yəni qiymət əgər düşsə burada qazanmış olursunuz. İndi baxın görün, məsələn bura əmr əlavə etmək istəyirəm. Baxın mouse'un uzun gətirirəm, plus işarəsi var. Yuxarı qiymətə mən əmr əlavə etmək istəyəndə görürsünüzmü? Burada 2 dənə variant qoya bilirəm mən. Ya sell limit, yəni ya baha qiymətdən satış əmri qoya bilərəm, ya da baha qiymətdən alış stop əmri qoya bilərəm. Ya, yəni ki, bayaq dediyim kimi, baha qiymətdə ya satış limit əmrləri ola bilər, ya da ki, alış stop əmri qoyula bilər. Alış stop nə üçündür? Mən burada short əməliyyatında olsam, qiymət bura satanda avtomatik alsın, qayıdıb alsın, əməliyyatı bağlasın deyə. Məsələn, gəlin bir dənə paperda indi əməliyyata girim, yenə izah edeyim. Belə, gəlin indi bir dənə əməliyyata girək, baxaq görək nə baş verir. Məsəl üçün, satış market əmrinə girməkdən ötürü burada sell market. Baxın, mən üstünə gətirəndə sell market yazıldı. Eyni zamanda bunun qısa yolu da var. Shift plus S ilə girmək olur. Burada yazıram. Baxın. TradingView'da bunun qısa yolu Shift plus S. Və long əməliyyatına girməkdən ötürü, yəni buy market əmrinə girməkdən ötürü Shift plus B ilə də buy market əmrinə girmək olur. Baxın, bu sell, yəni short əməliyyatı üçündür, buy, yəni long əməliyyatı üçündür. Gəlin indi burada nə edək? Mən burada sell market əmrinə girdim. Açılsın. Execute olunduğu göründü, amma burada niyəsə görünmür. Bir dənə indi həll edeyim onu. Nəysə, birinci short əməliyyatında oldu, problem oldu. Yəqin ki, köhnədən paper hesabımda açıq əməliyyat qalıb, o bağlanıb. Buradan yenə short əməliyyatına girirəm, sell əmri. Görürsünüz, short əməliyyatı açıldı. Məsələn, deyək ki, indi burada tool-la göstərim ki, deyək ki, buraya stop qoymaq istəyirsiniz. Burada belə tipi qoymaq istəyirsiniz. Stop qoymağı indi burada TradingView düz deyib, belə siz əliniz paperda rahat olsun deyə imkan verir ki, bu tipi qoyasınız aşağıya, qazancı göstərə. Stopu da belə qoyasınız. İtki olan yerə görürsünüz, nə qədər itirəcəyiniz, nə qədər qazancı görəcəksiniz. Amma mən siz daha peşəkar olun istəyirəm, yəni belə bunlar həmişə olmayacaq sizin əlinizin altında. Deməli, yuxarı qiymətə istəyirsiniz ki, stop qoyasınız. Bu zaman gələrsiniz, yuxarıda stop qoyulmaq istədiyiniz yerə buy stop, siz short əməliyyatındasınız, short əməliyyatını bağlamaqdan ötürü buy stop qoyulur, buy stop qoyasınız. Bax belə, aşağıda tipi qoyacağınız yerə isə nə qoyursunuz? Buy limit. Buy limit. Short əməliyyatındasınızsa yuxarı qiymətə buy stop qoyulur, aşağı qiymətə isə buy limit qoyulur. Bunun yeri düzdür. Hərəkət etdirilib dəyişdirilə bilər. Eyni zamanda başqa platformalardan necə istifadə olunur, onları da öyrədəcəm sizə. Və yaxşı, deyək ki, indi siz əməliyyatı birbaşa bağlamaq istəyirsiniz. Düzdür, burada X var. Bundan əlinizin altında rahat olsun, belə rahat bağlamaq olur bu X-lə. Amma daha peşəkar halda necə bağlaya bilərsiniz? Daha peşəkar halda, daha beljivoy halda necə bağlaya bilərsiniz? Short əməliyyatındasınız siz. Deyək ki, sell marketə giribsiniz. Siz bunun əksinə girərək, yəni necə deyim, buy market əmrinə girərək birbaşa. Stopsuz, zadsız, heç nəsiz birbaşa buy market əmrinə girərək. Buy market əmrinin qısa yolu necədir?
İndi TradingView-da əgər bağlı bir platformadadsa Shift plus buy ilə bağlaya bilərsiniz və yaxud da burada birbaşa buy market əmrinə girərik. Gəlin indi mən birinci Shift plus B qısa yolunu istifadə edirəm əməliyyatı bağlamaq üçün. Əməliyyat bağlandı. Və əməliyyat bağlanandan sonra fikir versəniz, buradakı limit əmrləri hələ də burada gözləyir. Bunları da eyni zamanda əllə belə cancel eləyə bilərsiniz. Bəzi indi TopStepX platformasını öyrəndə göstərəcəm. Orada flatten all funksiyası var. Onunla da bağlanmaq olur. Nəysə, indi bir dənə də long əməliyyatını da göstərim. Deyək ki, burada buy market əmrinə girirəm və yaxud da Shift B belə vurdum, long əməliyyatına girdim. Məsələn, deyək ki, burada long pozisiyası üçün belə alət var. İstəyirəm, məsələn, bura TP qoyum, take profit qoyum. Bura isə mən stop loss qoyum. Bu zaman burada da yenə deyirəm, sürüşdürüb qoymaq olur. Stopu aşağı, TP yuxarı. Amma mən bununla yox, sizi peşəkar formada izah edəcəm. Yuxarı qiymətə nə qoyursunuz? Əgər long əməliyyatındasınızsa, tipi qoyacağınız yerə sell limit əmri qoyursunuz. Stop qoyacağınız yerə isə long əməliyyatında sell stop qoyulur. Görürsünüz, sell stop, sell limit. Bunun tipsini qoyanda amma görürsünüz sadəcə pul miqdarı göstərir. Amma ki peşəkar formada sell limit yazılmır. Yəni belə yeni başlayanlar başa düşsün deyə take profit stop loss. Amma mən istəyirəm ki siz daha peşəkar formada başa düşəsiniz. Gələcəkdə çünki futuresda, TopStepdə sürətli əməliyyatlar eləyəndə, çıxanda bu kimi şeyləri rahat başa düşəsiniz deyə indidən bu ilə izah edirəm. Deyək ki, indi long əməliyyatını bağlamaq istəyirik. Long əməliyyatını düzdür, buradakı X ilə də bağlamaq olur. Amma məsələn bir kontraktlıq, yəni bir ölçüdə, burada başa düşməzsiniz kontrakt nədir, narahat olmayın, risk dərslərində onu izah edəcəm. Mən istəyirəm ki, bu long əməliyyatını bağlayayım. X ilə bağlaya bilərəm və yaxud da hədəfimi belə yaxına gətirəndə nə olacaq? Məsəl üçün, əgər ki qiymət bura çatsa, onda da az qazancda bağlanacaq və yaxud da stopumu belə yuxarı sürüşdürə bilərəm. Gəlib görürsünüz, balaca az da olsa stopuma dəysə, əməliyyat bağlanacaq. Biraz daha yuxarı sürüşdürüm. Stopuma dəydi, əməliyyat bağlandı. Sell limit hələ də açıqdır, bunu burada ləğv eləməyi unutmuram. İndi qayıdım bir dəfə də buy əmrinə girim. Deyək ki, yuxarıda sell limit satış, yəni hədəfim var idi, tipim var idi. Aşağıda da sell stop, belə stopum var. Mən istəyirəm əməliyyatı, yəni tipiyə ya da stopa dəyməmiş bağlansın. Bu zaman nə edirəm? Satış market əmrinə girirəm. Yəni çünki longa girmişəmsə alış marketdən girmişdim. Bunun əksinə girməliyəm ki, sell market əməliyyat bağlansın. Bu zaman Shift S düyməsini basıram. Avtomatik görürsünüz ortada getdi, əmr bağlandı. Amma görürsünüz limit əmrindən stop əmri hələ gözləyir. Bunları da eyni zamanda əldən ləğv edirəm. Yəni belə. Bunlar çox rahat idi, başa düşdünüz. Qorxmayın, növbəti dərslərdə bu riskdir, kontraktdır, risk necə hesablanır, bunların hamısı haqqında danışacağım. Rahat başa düşəcəksiniz. Əsas da market mexanikası dərsi, ondan sonra depth of market dərsi, bunlar da keçdikdən sonra üstündən çox rahat başa düşəcəksiniz. Deməli belə. Bir də iceberg əmrləri haqqında danışım. Bu iceberg əmrləri nə ola bilər? Bunlar da eyni zamanda likvidlikdir. Yəni iceberg əmri də eyni zamanda likvidlikdir, amma gizlədilmiş likvidlikdir. Məsələn, deyək ki, siz dom ya da bunu doma keçəndə izah eləsəm daha yaxşı olar. Məsələn, belə düşünün. Yəni, rahat dildə izah eləsəm belə düşünün. Deyək ki, qiymət belə qalxır, qiymət qalxır. Amma məsəl üçün, burada nə qədər görünür? Deyək ki, kimsə 2000 dənə məhsul satmaq istəyir kimi görünür. Burada gəldi. Alıcılar burada nə edir? Buy market əmrinə girir, həmin əmr gedir, satış, yəni buradan 2000 dənə satış limitindən toqquşur. Qiymət biraz burada vaxt keçirir. Yenidən alıcılar girir, bunların alış verdikləri əmrlər gedir 2000 dənə satış kontraktla toqquşur. Bu zaman nə baş verir? Hər dəfəsində burada az satış limiti əmri görünür, amma ki, bu icebergin görünən hissəsidir. Onlar arxadan davamlı olaraq yenidən satış əmrlərini qabağa sürürlər. Məsələn, qiymət 5 manatdır. Burada da qiymət 6 manatdır. Bunun üstə də 7 manatdır.
6 manatdan məsələn 10 dənə məhsul var, 7 manatdan 20 dənə məhsul var, 5 manatdan deyək ki, qiymətin 7 manata qalxmasından əvvəl birinci 6 manatdakı məhsullar bitməlidir ki, yazıqlar əlac tapmasın da 7 manata alsınlar. 6 manatdakı 10 dənə məhsul bitməsə, qiymət 6-dan 7-yə keçmir. Qiymət 6-dan 7-yə qalxmır. İndi elə başa düşün ki, burada bazardasınız. Məsəl üçün deyək ki, 10 dənə nəsə bir məhsul satırlar. Ola bilər ki, məsələn alma satırlar. 10 dənə alma satırlar 6 manata. Sən gəlirsən, hə bu məsəl üçün deyək ki, alış market əmri ilə aqressiv alıcısan, buy market əmrin gedir 10 dənə ya almanı alırsan. İndi növbəti nə gözləyərdik? Qiymət 10 dənə almanı aldın deyə qiymət avtomatik qalxsın 7 manata. Amma elə olmur. Sonra bir başqası gəlir. Görür ki, hələ də 10 dənə alma var. Bu da gəlir alır, amma yenə də bitmir. Qayıdır oradan elə birini də çıxır. Biri də çıxır. Birini yeyirlər, likvidliyin birazını yeyirlər, istehlak edirlər, 10 dənə satılan almanı alırlar. Amma bu bitmir. Çünki niyə? Bu 10 dənə icebergin görünən üzüdür. Çünki bu satıcının arxada necə deyim, depoda 1000 dənə alması var. 1000 dənə alması var. Yəni bu 10 dənə oradan bitəndə qaçır 1000 dənəsini də gətirir ora düzür. 10 dənə oradan bitən kimi 1000 dənəsini də gətirib ora düzüb. 7 manatdan 20 dənə alma satan yazığa növbə gəlmir. Çünki qiymət 6 manata çatanda yenidən daimi orada likvidlik yenilənir. Bunu bəlkə də sizə izah eləmək üçün biraz tezdir. Footprintdir və s. bu kimi şeylərdə absorption mövzusunda izah eləsəm daha yaxşı olardı. Amma iceberg əmrini də başa düşün deyə indidən üstündən keçdim. Növbəti dəfə daha rahat olacaq sizə başa düşmək. Absorption bu mövzusunda danışacağıq. Absorption sorulma nə deməkdir? Onda daha rahat başa düşəcəksiniz. Beləcə 7 manata qiymət şeyləmir. 6 manatda dirənir, 6-nın üstünə qalxmır, düşəndə rahat düşür, amma 6-nın üstünə qalxa bilmir. Bir növ iceberg əmri belə başa düşün ki, birinci kiçik hissəsi görünür, amma bitən kimi qaçır, depodan 10 dənə də alma gətirir. Yəni heç vaxt 1000 dənə almanın hamısını gətirir, bura şeyləmir, düzmür. Göz qorxutmaqdan ötürü marketdən birdən təsir eləyər. Gələr bu 7 manata satan bunun boğar öldürər ki, sənin depoda mənim bazarımı öldürürsən filan. Yəni məsələn sadə dildə deyirəm ki, başa düşün. Ha indi təbii ki, elə getmir proseslər. Yəni iceberg əmri gizlədilmiş əmrdir ki, yəni bunun 80 min dənəsi gizlədilib, məsələn 2000 dənəsi şeyin üzündə görünür. Visible görünən deməkdir. Hidden size isə gizlədilmiş ölçü deməkdir. Bəs yaxşı, bir də əlavə olaraq bəzi şeylərdən danışmalıyam. Bu əmr məsələsində gündəlik icra olunan 60-70%, yəni ümumi həcmin 60-70%-i insan tərəfindən icra olunmur. Mən bayaqdan alış-satış, limit təminat danışıram. Bunlar əksəriyyəti insan tərəfindən icra olunmur. Bəli, market əmrlərinin əksəriyyəti bir qərar, insan tərəfindən qərar verilir. Amma ki, likvidliyin əksəriyyəti, böyük bir hissəsi, 60-70% likvidliyin insan tərəfindən yaradılmır. HFT deyilən, yəni High Frequency Trading, bunlar tərəfindən sürətlə milli saniyədə yenilənən əmrlərdir. İndi buna gələcəyik. Biraz daha yaxşı başa düşün deyə buna gələrəm indi. HFT nədir? Yəni High Frequency, yəni yüksək tezlikli trading. Yüksək tezlikli trading. Bu elə düşünün ki, bilək ki, birinci market makerlər başa düşməlisiniz. Market makerlər nədən qazanır? Məsəl üçün deyək ki, qiymət 5 manat, elən rahatı budur ki, siz 5 manatla zatla basa salım, hələ ki NQ-yə filan keçməyik. Burada qiymət 5 manatdır, burada 6 manatdır, burada isə 4 manatdır. Elə bir market maker belədir. Aqressiv iştirakçılar üçün daimi likvidlik təmin eləyir. Yəni 6 manatdan satış əmri düzür, 4 manatdan da, yəni ucuz qiymətdən də alış əmri düzür. Yəni qiymət daimi likvidliklə təmin eləyir. Burada likvidlik necədir artıq? Məsələn, deyək ki, sən gəldin, bir dənə məhsul almaq istəyirsən, alış market əmrinə verdin, yəni longa girdin, bu bir məhsul gedir 6 manatdakı olan qiymətdə market maker sənə satır, sənsə ondan alırsan. Və qayıdır market maker həmin dəqiqə
necə deyim, yenidən daha ucuz qiymətdən, yəni daha ucuz qiymətdən ola bilər ki, 4.5 və s. qayıdır yenidən bid, yəni daha ucuz qiymətdən alış əmri verir. Daha ucuz qiymətdən alış əmri verir. Yəni bir növ belə başa düş ki, bir qədər yuxarı qiymətdən satır, bir qədər aşağı qiymətdən yenidən alır. Alır, bir qədər yuxarı qiymətdən satır. Buna qalan orada cüzi bir miqdar olur. Yəni bir dənə şeydə əməliyyatda qalan cüzi bir miqdar olur. Buna da split deyirlər. Bunu başa düşəcəksiniz, split falan nədir gələn dərslərdə. Yəni belə başa düşün ki, market makerlərin əsas işi likvidlik təmin etməkdir. Onlar yəni marketdə likvidlik təmin edirlər. Xırda kiçik sürətli əməliyyatdan, yəni yüksək tezlikli trading əməliyyatlarındansa algoritmlər qazanır. Yəni bu kompüterlər o qədər super kompüterlərdir ki, bunu siz evdəki kompüterin qarşısına oturub da eləyə bilməzsiniz. Siz market maker kimi həmin şeylərə, algoritmlərə sahib deyilsiniz. Onların yəni belə müqayisə olsun deyə izah edirəm. Deyək ki, bunlar traderlərdir. Bura isə marketin qrafikidir. Bu qrafiki siz görürsünüz. Məsələn, hal-hazırda görürük. Bu qrafiki hal-hazırda biz görürük. Bu bizə gəlib də deyək ki, məsələn 1 saniyə yeniləmədən sonra çatır. Məsələn burada baxsaq görərik ki, market açıqdır. Bax bu şey bizə 1 saniyəyə çatır. Amma ki bu şeylər var, daha super kompüterlər, yəni yüksək HFT kompüterlər deyim, yəni market makerlər, limit əmrləri verən kompüterlərə, bunlar o qədər yəni ki, həmin data centerlərinə yaxındılar ki, yəni cihazları olsun, istər yerləri olsun, o qədər yaxındılar ki, yəni ki, sən onu başa düşüb bu əmri görənə kimi, bunlar artıq saniyənin mində bir hissəsində, 1 bölünsün 1000 nə deməkdir? Saniyənin mində 1, mində 5, yəni bir saniyənin sənin hiss edə bilməyəcəyin hissəsində artıq minlərlə əmrləri icra eləmiş olurlar. Yəni sən deyək ki, bir dənə market əmri aldın, verdin bura. Sənin market əmrin ucu oraya gedib çatan kimi üstündən sən heç hiss eləməmiş qayıdıb satılır. Yəni deyək ki, yəni daha doğrusu alınır. Sən buradan long əməliyyatına girirsən, buy market əmri verirsən. Bu əmr marketə gedir. Bu əmr marketə gedir. Orada bir dənə satış limit əmri təmin edir bu həmin o trading algoritmləri. Sənin satış limit əmrin ki, ora toxunur, dəyir. Sən long əməliyyatına girmiş sayılırsan artıq, qarşı tərəf isə short əməliyyatında olmuş sayılır. Yəni saniyənin elə kiçik bir hissəsində o short əməliyyatı bağlanır. Elə bir kiçik qiymətdə bağlanır ki, sən ruhun belə duymur. Heç kəsin ruhu belə duymur. Və bu saniyədə minlərlə təkrarlanır. Və hər dəfəsində o xırda qazanclar olur. Xırda qazanclar. Biraz yuxarı qiymətdən satmaq, biraz aşağı qiymətdən almaq. Bunlar o qədər toplanır ki, onlar artıq gündə minlərlə, milyonlarla beləcə qazanmış olur. Çünki onların əlində olan texnologiya, algoritmlər, data sizin əlinizdə yoxdur. Bizim əlimizdə yoxdur. Məsələn, bu daha güclü kompüterlər belə onlara gəlib data çatıb, sonra qayıdıb gedənə kimi, onlar qrafiki görüb qayıdıb əmr verənə kimi, bunlar artıq o qədər sürətlə saniyənin mində bir hissəsində, saniyənin çox kiçik hissəsində, yəni o qədər sürətlilər ki, qrafiki hər kəsdən əvvəl görürlər. Baş vermiş şey hər kəsdən əvvəl onlar üçün baş verir. Yəni ki, əmrlər icra olunanda priority deyilən bir şey var. Gələn dərsdə izah eləyəcəm matching engine, bunu başa düşəcəksiniz. Narahat olmayın başa düşməsənizdə də. Hələ ki, ola bilsin, ən birinci gələn, yəni priority nədir? Ən birinci əmr verənin əmri birincidə olur. Yəni bu kompüterlərdə o qədər sürətlidir ki, bunlar hər kəsdən əvvəl əmrini ora yerləşdirir. Məsəl üçün deyək ki, bayaq izah elədiyim nümunə nə idi? 5 manatdır hazırda qiymət, 6 manatdansa bir nəfər məsəl üçün 10 dənə məhsul satmaq istəyir, o biri 11 dənə. Burada məsəl üçün sən gedəndə, məsəl üçün sən almaq istəyəndə 6 manatdan, sən gedib də sonradan gələndən almırsan. Kim birinci 6 manatdan alış, yəni daha doğrusu satış əmri qoyubsa, birinci gələndən alırsan. Bazara birinci girən, yəni sıra növbəsi var. Sıra növbəsi. Bunlar da o qədər sürətlidir ki, hər dəfə sırada birinci yeri tutur. Bunlar arasında da rəqabət var, ha.
Həmişə sırada birinci yeri tutur. Yəni ən birinci bunların əmrləri də olur. Qiymət bax məsələn belə sürətli hərəkət edirik. Məsəl üçün deyək ki, 1 saniyəlik qrafik seçsək, ən birinci onların əmri də olur. Qiymət sürətli hərəkət eləyəndə, çünki onlar hamıdan əvvəl əmr vermiş olur. Qiymət birazca qalıqdı, hamıdan əvvəl onlar orada artıq əmri olur. Sonra həmin əmri ləğv eləyirlər. Qiymət biraz qalxandan sonra yenidən əmrlər düzürlər. Yəni qiymətin hərəkəti, yəni sadə mənim çəkdiyim kimi bu 5-6 manatlıqdan ibarət deyil. Qiymətin hərəkəti çox daha mürəkkəb, çox daha yəni necə deyim, sürətli, volatillikdən asılı olaraq dəyişir. Mən indi ümumi olaraq başa salmağa çalışıram ki, əslində yəni ki bu marketdəki bu likvidlik məsələsi necə işləyir. Priority level'lara gələndə, yəni priority, yəni burada zaman ən yaxşı birinci qiymət, eyni qiymətdə kim əvvəl gəlibsə öndədir. Yəni bu iki priority'yə görə limit əmrləri, yəni likvidlik istehlak olunur. Kim birinci, məsələn eyni 6 manatdan sonradan gələn daha tez sata bilməz. Qiymət deyək ki, qalıqda 6 manata, burada satış limit əmri qoymuşdular. Deyək ki, bir nəfər daha tez gəlib. 1 millisaniyə bax, belə saniyənin mində biri belə tez gəlibsə, onun əmri birincidə olur. Onların belə üstünlükləri var. Onların o qədər üstünlükləri var ki, onlar sənin əməliyyatını tamamlayandan sonra shorta girmiş sayılırlar. Yəni ki, sən buy market əmri verdin, getdi onların sell limit əmrini doldurdu. Sell limit əmri avtomatik short pozisiyası deməkdir. Onların short pozisiyası o qədər tez bağlanır ki, onlar heç itirmirlər. Sən gedib yuxarıda qazansan belə, onlar sənə burada shorta girəndən sonra o qədər özlərini tez sığortalayırlar ki, hedging edirlər, çox xırda spreadin içində bağlayırlar, əllərində elə algoritmlər var ki, yəni necə deyim, onlar sən hiss eləmirsən. Bizlər discretionary tradingik bunu yoxlaya bilmərik. Yəni bunlara gəlib bizə çatan data və s. eyni deyil. Məsəl üçün o deyək ki, spoofing nədir? Spoofing haqqında da danışım birazca. Məsələn deyək ki, bu sənsən, bu da bir başqasıdır. Bu da məsələn üstündə şimşək işarəsi olan, elektrik işarəsi olan HFT botudur. Yəni necə deyim, superkomputerdir. O məsəl üçün limit əmrləri salır bura. Məsəl üçün yuxarı qiymətdən almaq istəyir. Sən görürsən ki, bu məsəl üçün deyək ki, yəni daha doğrusu yuxarı qiymətdən satmaq istəyir. Deyək ki, bu görsən ki, 7 manatdan 5 dənə əmr verdi. 7 manatdan satır bu əmrləri. Sən gedirsən, sən tərpədirsən ki, gedəsən bundan 7 manatdan alasan da, bu hazırda 7 manata satır. Sən qabağa gedir, sənin əmrin ona çatana kimi onlar əmri ləğv edirlər. Spoofing budur. Bunun haqqında da birazca məlumat verdim. Yəni nədir? Sən əmrlər icra olunmamışdan qabaq ləğv olunur. Arada bir mikrosaniyə belə, saniyənin mində biri belə kifayət edir ki, sizin əmrləriniz birləşməsin. Yəni onlar o qədər sürətlidir ki, o sistemlər sürətinə yəni çatmaq qeyri-mümkündür. İstifadə etdikləri serverlər, serverlərin yerləşmə yeri, o qədər belə üstünlükləri var ki, onlara çatması sizin istifadə etdiyiniz serverlərin qeyri-mümkündür. Yəni sizin qazanc yeriniz ona görə də market maker kimi spreaddən qazana bilməzsiniz. Yəni spreaddən düşünə bilməzsiniz ki, 7 manata məsələn satım, 4 manatdan alım, qayıdım gedim 6 manata satım, 4 manatdan alım. Yəni siz deyək ki, 6 manatdan satdınız. Siz qayıdıb burada short əməliyyatına girəndə, siz qayıdıb short əməliyyatınız bağlanmalıdır. Siz onda gərək biraz gözləyəcəksiniz, aşağı gəlsin. O da ki, siz qayıdıb shortu bağlayana kimi sizin spread qazancınız olmayacaq. Yəni market maker'in spread qazancı olur. Amma siz bir damcı gəlib aşağıda bağlayanda elə ödəyəcəyiniz komissiya zərərə gedəcəksiniz. Yəni siz əlinizdəki, yəni hesab plan və s. belə market making edə bilməzsiniz. Onların əli çatan imkanlar, onların əli çatan üstünlüklər tamam fərqlidir. Məsələn deyək ki, bir hedge fund nələrdən istifadə edə bilər? Yəni bizim istifadə edəcəyimiz əsas şey order flow-un əsas məqsədi də odur ki, hələ də icra olunmamış həcm olan likvidlik var. Likvidliklə işləmək yox, konkret icra olunmuş həcmlə işləyək. Biz bilək ki, hansı hissələrdə məsələn maraq var, hansı hissələrdə hərrac prosesi gedir, hansı hissələrdə likvidliyin istehlakına maraq var və s. Bu kimi şeylər üstündə hərrac teoremi və order flow üstündə sistemli yanaşmalar istifadə edəcəksiniz.
Məsələn deyək ki, sizin əliniz çatmayan datalar var ki, hansı ki, böyüklər onlardan istifadə edir. Məsələn deyək ki, peyş görüntüləri. Məsələn, Teslanın deyək ki, zavodunun yuxarıdan peyş görüntülərinə baxırlar. Nə qədər avtomobil istehsal olundu, nə qədər satıldı, nə qədər şey oldu, Tesla hissələri qalxacaq, düşəcək. Sizin peyş görüntüsünə əliniz çatırmı? Yox. Məsəl üçün deyək ki, kredit kart əllərində məsəl üçün böyük kredit kart datası olur. Kim nə qədər ödəniş elədi, hansı məhsuldan nə qədər aldı. Məsəl üçün PNG stoklar var da. Bu qalxacaqmı? Bu qalxsa S&P 500-ə necə təsir eləyəcək? O qədər qısa müddətli, sürətli və yüksək ehtimallı qərarlar verirlər ki, sizin əliniz bunlara da çatmır. İstifadə etdikləri alqoritmlər, məsəl üçün deyək ki, Apple, məsəl üçün Apple mağazalarında kredit kartlarından edilən ödənişlər var. Nə qədər bu gün daha çox ödəniş olunub. Bu gün məsəl üçün Apple-ın qazancı daha azdır, kredit kartlarından ödəniş daha az olub. Məsələn, Apple mağazalarının qarşısında daha az adam var, daha çox adam var. Bu Apple stoklarına necə təsir eləyəcək? Apple-un təsir elədiyi Nasdaq indeksinə qısa müddətdə necə təsir edə bilər? Sonra məsəl üçün deyək ki, qlobalda olan neft tankerləri, yəni bir növ deyim ki, neft şeyləri, yataqlarının şeyləri əllərindəki terminal, Bloomberg terminallarından datasına baxırlar. Hardan nə qədər neft çıxdı, hardan qədər şey oldu, hara qədər nə qədər satıldı və s. Crude oil, yəni xam neftin qiymətinə necə təsir edəcək, necə eləyə bilər, qoyduq qırağa. Hava, məsəl üçün bu il qarğıdalı, məsəl üçün məhsul bol olacaqmı? Corn futuresda məsəl üçün necə təsir eləyə bilər bu? Məsəl üçün deyək ki, corn futures. Burada futures hissəsinə gəlsəz görərsiniz ki, qarğıdalının burada CBOT, Chicago Board of Trade. Mən burada qarğıdalının futures'ıdır da, deyilmi? Hə. Məsəl üçün deyək ki, hava şəraitində əvvəlcədən bildiyiniz ki, şey gəlir. Məsələn, tornado gəlir, taxıl sahələrinin Amerikada nəsə şey eləyəcək, taxıl az olacaq, taxılın qiyməti qalxacaq, futures'da əvvəlcədən lonqa girib sığortalam. Yəni bunları nümunə olaraq çəkirəm ki, siz bu datalarla işləyə bilməzsiniz. Onların əlindəki əl çatanlıq çox böyükdür. Onların əlləri çatan yerlər çox böyükdür. Çox böyük imkanları var. Bizim imkanımız odur ki, onların verdikləri qərarları artıq görək. Məsəl üçün deyək ki, NQ-yə məsələn girdik. Biz artıq onların verdiyi qərardan görə bilirik ki, onlar hansı hissədəki olan qiymətə daha çox maraqlıdırlar. Hansı hissələrdə maraq azalıb, hansı hissələrdə absorb olunub və yaxud da exhaustion var. Hansı hissələr dəyər bölgəsidir və s. Bizim körpülərimiz birbaşa artıq bunlar üstündə qurulur. Statistiki körpülər, biz discretionary traderlərin bunlar üstündə durulur. Yoxsa biz onlar kimi qısa müddətli belə high frequency trade eləyə bilmərik. Onların deyirəm, əl çatan imkanlar, məsəl üçün cihaz üstünlükləridir və s. bunları əlinə çata bilməz. Və bir sual yarana bilər ki, bəs onlar həm zaman qazanırmı? Xeyr. Hedge fondlar da itirir, market makerlər də itirə bilər, itkili günləri keçə bilər. Marketin baxın, məsələsi odur ki, sizi limitləyan inanclardan biri odur ki, hansısa bir yolu var ki, garanti qazanclı olsun. Baxın, sizi bu geri salacaq bu inanc. Marketin hansısa bir tam garanti qazanclı bir üsulu və yaxud da yolu yoxdur. Tam garanti qazanclı. Kim deyirsinizsə deyin, istər hedge fund olsun, istər baxın bu nəinki peyçi izləyən, nəinki bu necə deyim, hava ilə bunları izləyən. Bunların da hamısı eyni zamanda marketin qeyri-müəyyənliyi qarşısında boynu qıldan incədir. Düzdür, onlar statistik olaraq qazanclıdır. Məsələn, bir ildə statistik olaraq qazanclı ola bilər. Bəlkə də itkili aylar da keçə bilər. Riyazi olaraq bu mümkündür. Bəli, onlar da eyni zamanda itirir. Onlar da itirir. Statistik olaraq qazanclıdır. Amma ki, onların heç bir izlədiyi garanti yol yoxdur ki, mən mütləq bu gün şirkət bu gün qazanclı olacaq. Elə bir market, elə bir dünya mövcud deyil. Marketin baxın, qeyri-müəyyənliyini eksperiment edən beyniniz əsas fərqi yaradacaq olan şeydir.
Qeyri-müəyyənliyi deterministik və yaxud da idarə arzusu ilə heç vaxt şey eləyə bilməzsiniz. Onlar da eləmir onsuz da. Onlar qazanclıdır, bəli, milyonlar qazanır, amma onlar da eyni zamanda itirə bilər. Onlar da eyni zamanda bu kaosun, bu qeyri-müəyyənliyin içində itirə bilər. Amma statistik olaraq yenə də qazanclıdır. Sizin də izləyəcəyiniz şey əsas olacaq ki, qazanclı bir statistiki körpünü izləyəsiniz. Qeyri-müəyyənliyi isə zəif tərəflərinizdən yox, güclü tərəflərinizdən eksperiment edəsiniz.